Salamlar, vaxtınız xeyirli olsun. Bu gün sizə mən Gmail-imizə gələn abunə olunmuş mesajlardan, yəni e-poçtlardan danışmaq istəyirəm. Əsasən hansısa bir saytdan qeydiyyatdan keçəndə və s. bu halda qarşılaşırsınız ki, Gmail-inizə daxil olursunuz, görürsünüz ki, həmin maillə daxil olub qeydiyyatdan keçdiyiniz saytdan sizə durmadan e-poçtlar gəlir. Buna abunəlik deyilir. Həmin abunəlikdən necə çıxmaq lazımdır, mən sizə onu göstərim. Eyni ilə bu proqramlar ola bilər, telefonda və s. Bu zamanda o problemlər yaşanır. Yəni mobildə də təxminən eyni formada olacaq. Siz mobildə də eyni bölmənin, eyni adlı bölməni taparaq daxil ola bilərsiniz. Mən türk dilində göstərəcəm. Əvvəlcə daxil olursunuz Gmail-in rəsmi saytına. Çox sadə bir yöntəmdir, amma çoxu bilmir bunu. Yəni əsasən istifadə etdiyimiz məlum məsələdir ki, burada görünənlər olduğu üçün bir də tıraş, yəni çöp qutusunu istifadə etdiyimiz üçün burada olur. Əvvəllər burada abonelikləri yönət bölməsi yox idi. Bu təzə gələn bir şeydir. Təzə dediyim o qədər də təzə deyil. Ancaq yəni bir xeyli müddət olsa da çoxu bunu fikir vermir. Yəni işə yaradığını bilmir. Abonelikləri yönətin edəndə avtomatik burada qeydiyyatdan keçdiyiniz saytların və s. hamısının adları yerləşdirilir. Məsələn, tutalım, məsələn, Netforia nə bilim nə. Burada e-post listəsini çıxıb. Bu qədər sadə. Çox qısa oldu, ancaq yəni qısa da olsa önəmli məsələ odur ki, bundan çıxmağın yöntəmi bu qədər sadədir, amma çoxu edə bilmir. Bu səbəblə bunu göstərmək istədim. Məndən bir neçə nəfər istəmişdi. Əlbəttə mən bunu ətrafım üçün çəkirəm. Sizə də xeyirli olsa mənə gözəl. Təşəkkür edirəm izlədiyiniz üçün.